Salam qızlar, necəsiz? Deməli qızlar, Trendyoldan belə bir kiçik bağlamam var idi. İstədim sizinlə açım, bölüşüm. Deməli bu bağlamanı hardasa 1 il öncə mən Trendyoldan üz baxım set sifariş vermişdim və dəst şəklində sifariş vermişdim. Seremoni markasından, bilmirəm, köhnə YouTube kanalımı izləyənlər yəqin ki bilər. Deməli onda mənə balaca bir probnik göndərmişdilər hədiyyə olaraq və bu ətir idi, ətirin probniki idi. Və mən qoxusunu çox bəyəndim. Yəni üzərimdən vururdum və 3-4 gün qalırdı. Hətta bir paltarımı, qış paltarlarımı çıxardanda görürəm ki, qoxusu hələ də gəlir üzərinə. Və mən istədim ki, onu sifariş verim, aytır sifariş verim. Daxil oldum Trendyol'a, gördüm ki, Trendyol'dan stokdan yığışdırıblar. Yəni stokda heç cür yoxdur o ətir. Dəfələrlə baxırdım Trendyol'a, amma gördüm ki, yoxdur, bitib, tükənib. Və təsadüfən 2 həftə öncə Trendyol'da gəzinərkən gördüm ki, aha, axtardığım həmin o ətir gəlib. Nəhayət. Mən də düzdür 30 millisi də var idi, 2 milliləri də var idi. 30 millisini almağa nəsə ürək etmədim, çünki nə də olsa stokdan qalxmışdı və yenidən gəldi. Yəni qorxdum ki, birdən içəriyim falan dəyişdirərlər. Ona görə yenə probniklərini sifariş verdim ki, əgər eyni olsa, böyük ölçüsündə sifariş verərəm. Belə indi istəyirəm açıq sinirlə baxaq görək necədir, qoxuları eynidirmi, yoxsa əgər eyni olsa sizə də məsləhət görəcəm və tonlarını da deyəcəm ki, hansı qoxulardır. Belə qutusunu açdım. Yenə belə bir zərfə bağlayıblar ki, qırılıb etməsin. Bunun içərisində səhv eləmirəmsə 4 ədəd 2 millilik olmalıdır. Bunu da açam, yenidən gəlim. Qızlar, deməli açdım. Belə balaca probnik ətirlərdir. Baxın, Seremoni markasındandır və ətirin adı da Belladonnadır. Çox gözəldir. Hə, xanımlar, deməli Belladonnadır adı və qoxusuna da baxdım, eyni qoxudur, heç bir dəyişiklik yoxdur. Yenə qoxusu əvvəl kimi möhtəşəmdir. İnşallah böyüsünü də alacam, 30 milli olan da alacam. Deməli nədir tonları? Portağal, amber, vanilya, lili deyirlər də, səhv eləmirəmsə, gülün adıdır, o gülün qoxusu. Qarışıqdır belə, bu tonlardır. Əsas vanil qoxunu, daha çox vanil tonları əsasdır bu ətirdə. Yəni vanil qoxuları, şirin qoxuları seversinizsə əgər, yəni sizin üçün ideal ətirdir. Amma orada bildirmişlər ki, bəs belə sifariş verdik, bizə balaca probnik hədiyyə də qoyublar. Amma mənə qoymayıblar. Çox pis oldum, gözləyirdim ki, bəlkə hədiyyə də çıxar içindən. Düzdür, kiçik ölçüdə vurmuşam, amma belə mənim kimi kiçik ölçüdə vuranlar üçün hədiyyə qoyulmuşdu. Bir də onu bildirim ki, xanımlar, yalnız 4 ədəd vura bilərsiniz. Yəni bu salam qızlar, necəsiz? Deməli qızlar, Trendyoldan belə bir kiçik bağlamam var idi. İstədim sizinlə açım, bölüşüm. Deməli bu bağlamanı hardasa 1 il öncə mən Trendyoldan üz baxım set sifariş vermişdim və dəst şəklində sifariş vermişdim. Seremoni markasından, bilmirəm, köhnə YouTube kanalımı izləyənlər yəqin ki bilər. Deməli onda mənə balaca bir probnik göndərmişdilər hədiyyə olaraq və bu ətir idi, ətirin probniki idi. Və mən qoxusunu çox bəyəndim. Yəni üzərimdən vururdum və 3-4 gün qalırdı. Hətta bir paltarımı, qış paltarlarımı çıxardanda görürəm ki, qoxusu hələ də gəlir üzərinə. Və mən istədim ki, onu sifariş verim, aytır sifariş verim. Daxil oldum Trendyol'a, gördüm ki, Trendyol'dan stokdan yığışdırıblar. Yəni stokda heç cür yoxdur o ətir. Dəfələrlə baxırdım Trendyol'a, amma